NATO Rusiya ilə müharibəyə hazırlaşır sualı ünvanlanır. Bir müddət öncə Moskva və Kiyev arasında mümkün sülh ehtimalları müzakirə olunurdursa, indi müharibə fazasının gərginləşərək daha geniş miqyası əhatə etməsi ehtimalları irəli sürülür. Rusiya Müdafiə Naziri yaxın illərdə yaşana biləcək hadisələrin anonsunu verib. NATO Rusiya ilə müharibəyə hazırlaşır. İndi bu sualla bağlı həm narahatlıq, həm də müzakirələr artır. Rusiyanın Müdafiə Naziri Andrey Belousov Rusiya sərhədləri yaxınlığında 10 gün ərzində 100 min, 30 gün ərzində 300 min və 180 gün ərzində 800 min NATO əskərinin olacağı ilə bağlı xəbərdarlıq edib. Təşkilat 2026-cı ildə Almaniyada orta mənzilli raketlər yerləşdirməyə planlaşdırır. Nazir həmçinin deyib ki, Rusiya yaxın 10 illikdə NATO ilə müharibəyə hazır olmalıdır. В любом случае, Москва к этому готова. İstənilən halda Moskva buna hazırdır. Rusiyanın güclü mövqeyi var. Ona görə ki, o vaxtadək biz Ukraynadakı xüsusi hərbi əməliyyatı bitirəcəyik. Təcavüzə elə təcavüzlə cavab vermək lazımdır. NATO hazırda hərbi hücuma hazır deyil. Çünki onların özləri etiraf ediblər ki, Rusiyanın 2 ayda edə bildiyini bütün NATO bloku bir ildə edə bilmir. Ona görə də ümid edirəm ki, münaqişə baş verməyəcək. Qərbdə isə baş verə biləcək NATO-Rusiya qarşıdurmasında Moskvanın şansının olmadığını düşünürlər. Ekspertlər deyir ki, Rusiya Ukraynada istədiyinə nail ola bilmir. Kursk bölgəsindəki uğursuzluqlar və ordudakı resurs çatışmazlığı da Moskvanın NATO ilə qarşıdurmada da eyni vəziyyətdə olacağını göstərir. Əgər Rusiyanın bugün kifayət qədər potensialı olsaydı, onlar kömək üçün Şimali Koreyaya müraciət etməzdilər. NATO ilə müharibəyə başlamaq Rusiya üçün intihar olacaq. Bu həmin ölkədir ki, 2-ci Dünya müharibəsindən qalan tanklardan istifadə edir. Çox güman ki, biz 2025-ci ildən sonra onların fərqli texnikadan istifadə etdiyini görəcəyik. Məsələn, Çinin golf maşınlarından, samakatlardan, velosipedlərdən, monotəkərlərdən. Prosesdə Azərbaycanla Türkiyənin də mövqeyi mühüm rol oynayır. Rəsmi Ankara NATO-nun fəal üzvü olmaqla yanaşı, həm də Moskva ilə isti münasibətlərə malikdir. Eyni zamanda Azərbaycan hər iki tərəfin danışıqlar masası ətrafında oturması üçün əlverişli məkan kimi diqqət çəkir. Yeni dünya sistemində bir ülke aynı anda farklı ülkelerle, hatta zıt ülkelerle bile diyalog geliştirebileceği bir süreçten geçilmektedir. Zira sistem bunu gerektirebilir. Ülkelerin çıkarları hangi cenahta ittifak kurmayı gerektiriyorsa o minvalde hareket etmektedirler. 1945-1990 yılları arasındaki soğuk savaş sürecindeki gibi katı kurallarla, keskin çizgilerle müttefiklik süreci artık bitmiştir. Azərbaycan ona görə dəfələrlə hətta bildiyimiz kimi bir sıra yüksək rütbəli generalların burada görüşünü də keçirib. NATO yüksək rütbəli general və eyni zamanda Rusiyanın baş qərargah rəisi burada görüşüblər. Çünki onlar başa düşürlər ki, Azərbaycan normal bir məkandır və bu məkanda bir sıra ciddi məsələləri müzakirə etmək olar. Digər siyasi şərhçilər isə bildirir ki, NATO-Rusiya qarşıdurmasının baş vermə ehtimalı aşağıdır. Çünki bir sıra qərb dövlətləri, o cümlədən Amerika Birləşmiş Ştatları Ukraynaya yardımları azaldacaqlarını istisna etmirlər. Üstəlik, Donald Trump mütəmadi olaraq Birləşmiş Ştatlarından tutan çıxa biləcəyini deyir. Belə olan halda Avropa ölkələrinin ABŞ-siz Rusiya ilə müharibəyə başlaması ehtimalı azdır.